bizi harasa aparırdılar. Bax biz 90'dan aşağını. Bizə deyirdilər ki, evdə yedizdirdilər, çizdirdilər. Hara getdiniz, əl atmayın, o yemin. Yazıqca 3 saat oturduq. Piçən yiyirsən. Məsələn, çiyələk mövsümdə almayacaqlar, sənin üçün çiyələk. Çiyələk almaq olurdu. Çiyələk isə evimizdə var. Harada var. Ağzından siyirilə gəlirdin evə. Ki, nə var, anon deyib ki, bir dənə belə edirdi. Piçək neysə, o momentdə anova baxdı, anon. O vaxtki qadınlara botoks eləyə bilərdi. İndikilər, Firuz. O istəsə də mimikası dəyişmir axı. Qaş belədir. Botoks eləyənlər də kosmetologlar yazır. Stres olmaz. O da deyir ki, mən niyə gedib 170 may, 200 may pul vermişəm üzümə. Hamısın qaşı. Firuz eləmə də. Bizimkini beydəni də titriyib. Allah ki, bizimki belə eləyir. Və bu bir saniyə ərzində olurdu. Çünki qarşı tərəf fırlanıb baxanda ana belə olmadı. Ya yemirə yiyib. Xoşlamır. İndikilər uşaqlarını qonaqlığa aparırlar. Yiyib gəlib, bir də görüm stolda qoyduğum heç nə yoxdur.